Salam. Bugün sizlərlə TKT-nın qida xidməti sənayesi bölümünə bir nəzər salacağıq. Gəlin, professional mətbəxlərin o sirli qapılarını aralayaq və görək içərdə, o pərdə arxasında nələr baş verir. Bu mürəkkəb, amma bir o qədər də həyəcanlı dünyanı gəlin birlikdə kəşf edək. Bəs peşəkar bir mətbəxi ayaqda tutan nədir? Yəni bütün o xaosun, tələskənliyin içində o nizam-intizamı yaradan güc nədən ibarətdir? Təkcə yaxşı reseptlər bəs edirmi? Əlbəttə yox. Cavab əslində 3 şeydə gizlidir. Hər şeyi başladan tarix, xaosu nizama salan bir sistem və əlbəttə ki, bu sistemi işlədən insan xarakteri. İndi gəlin bunların hər birini ayrı-ayrılıqda araşdıraq. Hər şey təbii ki, tarixdən başlayır. Bugün gördüyümüz o möhtəşəm restoranların, o sistemin kökü haradadır? Bunun üçün gəlin, zamanda biraz geriyə gedək və görək hər şey necə başlayıb. Deməli, hər şey 1765-ci ildə Parisdə başladı. Bir nəfər, Boulanger, insanlara bərpa edici, yəni güc verən şorbalar satmağa başladı və restoran sözü də məhz buradan gəlir. Sonra nə oldu? 1789-cu il Fransa inqilabı. Bu, sadəcə siyasi bir inqilab deyildi, həm də kulinariya inqilabı idi. Zadəganların şəxsi aşpazları işsiz qaldı və onlar da öz restoranlarını açaraq yüksək mətbəxi hamı üçün əlçatan etdilər. Və məhz bu dövrdə səhnəyə bir dahi çıxdı, Auguste Escoffier. O, 1890-cı ildə Londonun məşhur Savoy otelində bugün də bütün dünyada istifadə olunan mətbəx briqadası sistemini yaratdı. Yəni, mətbəxdəki o hərbi nizam-intizamın memarı odur. Zaman keçdikcə fəlsəfə də dəyişdi. Baxın, 1971-ci ildə Amerikada Chess Panis adlı bir restoran açıldı və bütün diqqəti təzə yerli məhsullara yönəltdi. Və bu hekayənin ən gözəl tərəfi odur ki, bu qlobal axın nəhayət 2021-ci ildə Slow Food Travel layihəsi ilə gəlib bizim Azərbaycana da çatdı. Görürsünüz, hər şey bir-birinə necə bağlıdır? Dedik ki, Escoffier bir sistem yaratdı. Yaxşı, bəs bu sistem nədir? Buna mətbəx briqadası deyilir. Təsəvvür edin ki, mətbəx bir ordudur və hər kəsin öz rütbəsi, öz vəzifəsi var. Məqsəd isə birdir, mükəmməl yeməyi vaxtında hazırlamaq. Gəlin indi bu ordunun quruluşuna, yəni o məşhur piramidaya baxaq. Baxın, bu piramida hər şey çox aydın göstərir. Ən yuxarıda general kimi bütün prosesə nəzarət edən icraçı şef dayanır. Ondan sonra mətbəxin gündəlik işlərinə cavabdeh olan şef de cuisine və onun sağ əli, yəni köməkçisi sus şef gəlir. Amma əsl döyüş meydanı mətbəxin ürəyi stansiyalardır. Hər stansiyanın öz şefi var. Biri soslara baxır, biri balıqlara, biri qızartmalara və ən aşağıda bu sənəti öyrənən gənclər, köməkçilər və şagirdlər dayanır. Bax, bu sistem olmasa mətbəxdə tam bir xaos yaranar. Bu, dəqiqlik, sürət və effektivlik deməkdir. Bu fransızca adlar bəlkə də sizə biraz qəliz gəlir, amma əslində biz bu vəzifələri çox yaxşı tanıyırıq. Məsələn, rotissor deyəndə gözümüzün önünə dərhal bizim mahir kababçımız gəlir, elə deyilmi? Ya da boulanger, bu ki bizim əlləri qızıl təndir ustamız, çörəkçimizdir. Və əlbəttə ki, patisye kimdir? Bizim ləzzətli şirniyyatlarımızı, paxlavalarımızı hazırlayan şirniyyatçımız. Deməli, adlar fərqli olsa da, sənətkarlıq, ustalıq hər yerdə eynidir. Yaxşı, tarixi anladıq, möhtəşəm bir sistemin olduğunu da gördük. Amma bir sual var, bu sistemi kim işlədir? İnsanlar, bəs uğurlu bir aşpaz olmaq üçün təkcə bıçağı yaxşı tutmaq, yeməyi dadlı bişirmək kifayətdirmi? Əlbəttə ki, yox. Əsl məsələ xarakterdədir, peşəkarlığın özündədir. Baxın, əsl peşəkar aşpazı formalaşdıran 8 əsas keyfiyyət var. Bunu bir növ peşəkarlığın DNT-si kimi düşünə bilərik. Məsələn, keyfiyyətə və xidmətə sədaqət, yəni işini sevərək görmək, məsuliyyət hissi, başqasını günahlandırmadan öz səhvlərini qəbul etmək, təzyiq altında möhkəm mühakimə, mətbəx qaynar yerdir, orada soyuqqanlı olmaq lazımdır, davamlılıq, yorulmadan, usanmadan çalışmaq və ən əsası öyrənməyə həvəs. Çünki kulinariya dayanmadan inkişaf edir. Təbii ki, insanlarla işləmə bacarığı və hər zaman müsbət yanaşmada olmalıdır. Bax, bu 8 xüsusiyyət bir araya gələndə ortaya sadəcə bir aşpaz yox, əsl usta çıxır. Beləliklə, gördük ki, peşəkar mətbəx sadəcə dadlı yeməklərin bişdiyi bir məkan deyil. Bura, əslində tarixin, dəqiq bir sistemin və güclü bir xarakterin vəhdət təşkil etdiyi bir səhnədir. Və unutmayın, TQT, peşəni seç, ustalığa addımla.